Hər kəsi salamlayıram. Nəhayət yenidən vloqlara başladım və çox gözəl vloqlarla sizlərə geri qayıdıram. Bildiyiniz üzrə övladım artıq 6 aylıq oldu. Bu səbəbdən əlavə qidaya keçid etdik. Təkcə kaşa deyil, eyni zamanda meyvə və tərəvəzləri də dadızdırırıq hər gün və bunları burada çəkib sizə göstərib yeni ana olmuş xanımlara da bir növ motivasiya, ya da ki, hardan başlayacağınızı bilmirsinizsə, sizə müəyyən məsləhətlər verə bilərəm. Açığı inciyə nə versək, demək olar hamısını yeyir. Yəni hələ ki bəyənmədiyi, sevmədiyi bir meyvə və yaxud da tərəvəz olmayıb. Sadəcə avokadonu dadızdıram. Biraz ağzını büzmüşdü, amma sonra yenə də yemişdi. Mən əsasən çalışıram hər gün sıyıq verim. Quru süd qarışımını hər gün verirəm. Yəni kabritanı bildiyimiz smesini. Həkimlər əsasən ilk öncə avokadodan başlamağı tövsiyə eləyir. Mən də elə etdim əslində. Lakin avokadonu tək yeyə bilmədi. Bu səbəbdən ona alma da qatdım və bu zaman dadı həm yaxşı olur. Balqabaq dadızdırmışam. Hələ ki bu şəkildə davam edirik. İndi görək növbəti günlər kök, qabaçqa və qatığa keçməyi düşünürəm. Bu gün isə günlərdən peyvənd günü idi. Əslində pnevmokok və heksaksin peyvəndlərini ikisi birlikdə vurdurmalıydıq, lakin mən biraz çəkindim ikisini birlikdə vurdurmağa. Bu səbəbdən heksaksinləri tamamilə bitirib keçdik. İndi pnevmokoklara və ilk dozanı vurdurduq. Bu arada uzun zaman sonra nəhayət dırnaqlarımda belə fərqli bir dəyişiklik elədim. Axır ki lak qoydum və üzərinə də stikerlər yapışdırdım. Və peyvənddən gələndən sonra artıq acımışdı, smesini verdik. Burada da özü yeməyə çalışır, artıq bəzən belə tutur, özü yeyir, yəni şükürlər olsun. Uzun zamandır ki, vaxt tapıb eləyə bilmədiyim bu işi də gördüm. Qızımın bəzi balaca, yəni kiçilmiş paltarlarını ayırdım, bir qutuya yığdım. Burada yığdılarım isə hal-hazırda geyindiyi və növbəti aylar geyinəcəyi həmin geyimlərdir. Təbii ki, burada papaq, önlük, dırnaq tutan və s. hər bir şey var. Sonra da özümə belə bir çay süzüb içdim və keçdim qızımın smesini hazırlamağa. Smesini hazırlayanda son zamanlar bir dənə də peçeni əlavə edirəm. Həm doyumlu saxlayır, həm də dadını daha dadlı eləyir. Çünki əlavə qidaya keçdiyi üçün biraz smes ona dadsız gəlir. İçinə də 5 damcı, 6 damcı probiotik əlavə edirəm. Həzm sistemi yaxşı olsun deyə. Burada da qızıma alma presi hazırladım və indi onu öz qaşığı ilə verəcəm. Həmişəki kimi yenə dəcəllik eləyib qaşığını itirməyi düşünürdü. İlk başda dadını sanki bəyənmirmiş kimi eləyir, amma bəyənməsə əminəm ki yeməz. Qəşəng bəhbəhlə də yeyir, nuş eləyir. Əslində birinci dəfədir ki, Amerikadan məhsul sifariş edirəm. Bu səbəbdən çox uyğun qiymətli və 3-4 ədəd belə məhsul sifariş etdim. iHerb-dən, Amerikadan gəlir bildiyiniz üzrə. Sadəcə baxım məhsulları sifariş etdim, hər zaman istifadə etdim və razı qaldım məhsullarda. İnşallah növbəti aylarda çalışacağım bir çox Amerikan firmasının məhsulları artıq özüm sifariş edeyim. Və burada da İncinin kirlənmiş paltarlarını paltar yuyan maşına göndərirəm və yuyulmağa qoyuram. Əslində bu yuyucu vasitədən razıyam, ancaq növbət dəfə başqa bir firma yoxlamaq istəyirəm. Aldığım zaman sizinlə bölüşəcəm.
Və yuyulan paltarları da sərdikdən sonra hazır İnci də yatmışkən istədim biraz həyətdə vaxt keçirim. Bugün hava yağışlı olduğundan sanki bitkilərə şeh düşmüş kimi bir görüntü var idi və bu görüntünü çox sevirəm. Bir də yağışdan sonra gələn o qoxunu da çox sevirəm. İstəyirəm ki, bundan sonraki görüntülərdə təbiətin səsini eşidib ruhunuzu dincəldəsiniz. Xoş izləmələr. Evə qayıdıb yuxarı mərtəbəyə çıxdım və çox keçmədi ki, artıq qızımın səsini eşitdim. Yəni artıq o oyanmışdı və oyanır-oyanmaz onu gətirib bu oturacağına otuzdururam. Qarşısına oyuncaqları qoyuram. Bəzən bu alma da ola bilər, bəzi meyvə tərəvəzlər də ola bilər. Çünki onlarla da çox yaxşı vaxt keçirir, çox marağını cəlb edir. İndi də bu əlindəki oyuncağa dadanıb son vaxtlar. Oyna bakayım, oyna bakayım, oyna. Oyna Demək olar hər gün evdəyəm və bacardığım qədər övladımla məşğul olmağa çalışıram. Düzdür, zaman-zaman düşünürəm ki, ona tam olaraq bəs eləmirəm. Bu məncə bütün analarda olur bir dönəm. Xüsusən də yeni ana olduğun zamanlar belə hiss edirsən. Hətta bəzən oturub özünə qapanıb ağlayırsan saatlarla. Ancaq hər kəs öz övladı üçün ən yaxşısının nə olduğunu elə özü bilir məncə. Hər bir ana öz övladı üçün mükəmməldir. Əslində bəli, ana olmaq çox-çox gözəl bir duyğudur. Ancaq bunun müəyyən çətinlikləri də var. Və nəzərə alsaq ki, biz bu çətin yolda övladımıza işıq tutmaq üçün əlimizdən gələni ediriksə, əlbəttə ki, zaman-zaman əsəbləşə də bilərik, ağlaya da bilərik, özümüzü pis hiss edə bilərik, hətta çox tənha belə hiss edə bilərik. Bunların hər biri çox normaldır. Təbii ki, mən bu düşüncəyə gəlmək üçün düşünürəm ki, mənim ən böyük xoşbəxtçiliklərimdən biri anamla hal-hazırda birgə qalmağımdır. Çünki anam mənə bu yolda çox kömək elədi, xüsusən ilk zamanlar. Və bu yolda mənim anladığım bir başqa məsələ də oldu. Əslində ilk valideyn olan vaxtlar siz ona yox, o sizə işıq tutur. O sizə öz dərinliyinizdə anlamanız gərəkən bir çox şeyi əslində anlatmağa çalışır. Siz ona yox, o sizə öyrədir həyat. Söhbət təkcə onun qulluğunda durub, yedizdirib, içizdirib, altını təmizləməkdən getmir təbii ki. Mən bunu həm də ruhsal anlamda deyirəm. Yəni siz artıq bir çox şeyin fərqinə varırsınız. Və təbii ki, ilk növbədə övladınızı ətraf mühitin mənfi təsirlərindən həm fiziki, həm də mənəvi şəkildə qorumağa çalışırsınız. Burada da bacım İnci üçün aldığı hədiyyəni gətirib açdı və yığdı, hazırladı onun üçün. Bu da onun yeni oyuncaq hədiyyəsi oldu. İncinin axşam yeməyi menyusunda isə boranı var idi bugün. Axır ki, bugün boranını ona dadızdırdıq. Anam biraz su əlavə elədi.
təbii ki, buranı püre halına gətirdi və içinə bir dənə də peçenya qatdıq. Biraz da qatılığı çox olsun deyə. Çünki çox duru olanda yemir. Məncə ilk yoxlama üçün yaxşı nəticə idi. Yəni axıra kimi yeyib bitirməsə də ən azından belə deyim, iyrənmədi yediyi yeməkdən. Və videonu yenə İnci ilə bağlayıb sağollaşmaq istəyirəm. Bu gözəl videoları daha çox gəlməni istəyirsinizsə, bizə abunə olub videolarımızı like etməyi unutmayın. Hər birinizə bir daha xoş izləmələr. Thank you.